Səhiyyə yox, təhsil yox. Siz nədən danışa bilərik biz? Azərbaycan yazıcısı niyə görə Qarabağ müharibəsindən roman yazmır? Sən Azərbaycan yazıcısının hansı şəraitdə yaşadığından maraqlandın mı desən Qarabağ? Yazmır, əcəb eləyir yazmır. Yazmıram. Öhdəliyim var mənim. Gid o milyonlarla pul ayırdığın adamları da yazsınlar da. Bazarlar açan, marketlər açan, banklar açan, müğənnilərə pul xaçlayan, kliplər çəkdirən adamlara denən yazsınlar. Mən yazmıram. Hərəni bağlayıblar bir yerə, danışırsan işdən çıxardırlar, qohumunu işdən çıxardırlar, repressiya eləyirlər. Gör bilmirsiniz Azərbaycanda. Bilirsiniz nə qədər xəstə uşaqlar doğulurlar. Əlbəttə. Bunlar nə ilə yaşasınlar? Şəkər dərmanına, mənim atam şəkər xəstəsidir. Növbəyə dayanıb, 6 manat 50 qəpiklik dərmanın növbəsinə dayanıb. O da otur, effekti yoxdur. Səhiyyə naziri bizi aldadır. Mən deyəndə ki, ölkə məhv olur gedir, deyirsiniz ki, yox. Əşədə Qarabağı aldıq, bildik. Və məni də işğal eləyiblər axı. Məni də ömrümü işğal eləyiblər. Səhhətimi işğal eləyiblər. Bunu da aldı. Azərbaycan insanını işğaldan azad eləmək. Bəli, Qarabağı azad elədilər. İndi Azərbaycan insanını azad eləsinlər.